Salam dostlar, hər vaxtınız xeyir olsun. Mənim adım Kəmaldır. Bugün sizinlə 19-cu vlogumuzu çəkirik artıq və bugünkü mövzumuz izləyicilərdən birinin yazdığı mövzudur. Əslində desəm biraz maraqlı mövzudur həm də ki düşündürücü və çox geniş bir mövzudur. Mövzunun da adı budur. Ümumiyyətlə məqsədlər necə müəyyən olunur? Məqsəd nədir və yaxud da məqsəd necə müəyyən olunmalıdır? Bu video çəkməmişdən qabaq bir öz-özümə nə qədər danışmışam da. Çünki bu istiqamətdə hər hansı bir kitab oxumamışam. Yəni kitab oxumaq marağım da yoxdur, sırf belə istiqamətlərdə. Çünki inanıram ki, bu istiqamətlərdə yazılan kitablar fərqlərin özünün bir həyat təcrübəsinə qaynaqlanan bir şeydir və mən həqiqətən də inanıram ki, hərəmizin özünün bir həyat təcrübəsi var və bəzi şeyləri biz yaşayıb özümüz anlamalıyıq. Yəni hərənin özünün fərqli bir məqsədi ola bilər, missiyası ola bilər. Bunu kitab oxumaqla adam tapmaz deyə fikirləşirəm. Şəxsi fikrimdir bütün onlarda. Bəlkə də səhvdir, bəlkə də doğrudur və mənim üçün doğru olan bir şeydir. Bilirsiniz necə? Ümumiyyətlə insan həyatında hər şeyi məqsədli formada eləyir. Hər kiçik addımdan tut. Ən əsaslı elə kiçik şeyləri, məsələn, çox elementar, belə fundamental şeylərə toxunacağım. Biz yemək yeyirik niyə? Məqsəd nədir? Aclığı doyuzdurmaqdır. Məsəl üçün, nəqliyyatdan istifadə edirik, məqsədi işə çatmaqdır. Məsələn, hər hansı bir üzgüçülüyə gedirik, kimsə idmanla məşğul olur sağlam olmaq üçün, idmanla məşğul olur bədən yığmaq üçün, idmanla məşğul olur ona görə ki, kimlər üçünsə yaxşı görünsün. Görürsünüz, eyni şeylərdə məqsədlər fərqli ola bilər. Ona görə də insanların da bu həyatda məqsədləri alət eyni olsa da fərqli ola bilər. Bizim əlimizdə limitli sayda resurs var. Elədir, kitablardır, maddiyyatdır, gördüyümüz işlərdir. Yəni belə deyək də, limitsiz, unlimited şeylər yoxdur ki, əlimizdə deyək ki, bu şey ancaq mənə məxsusdur və buna olan məqsəd ancaq mənə məxsusdur. Yox. Yəni kimisi çörək yeyir ona görə ki, aclığını doyuzdurmaq istəyir. Kimisi çörək yeyir çünki həkim deyib yeməlisən, ac olmasa da. Məsələn deyirəm, məqsədlər fərqlidir. Sadəcə mən fikirləşirəm ki, bizim həyatdakı məqsədimiz bu qədər dayaz ola bilməz. Yəni insan olaraq bir insanın ruhani, yəni belə deyək də mənəvi məqsədi olmalıdır. Bir də fiziki məqsədləri olmalıdır. Elədir. Kimsə işdə işləyib pul qazanmaq məqsədi ola bilər. Ki, mən işləyirəm ona görə ki, varlı olun. Tamam, bu sənin fiziki bir istəyindir. Amma bunun bir mənəvi tərəfi də yoxdursa, yəni bunun bir qəpin iki üzü var da, bir tərəfi varlı olmaqdırsa, digər tərəfi mənəvi tərəfi yoxdursa, insan həyatında boşluğu ilə böyüyür. Və pul o boşluğu doldura bilməz heç vaxt. Əgər sənin məqsədlərin içərisində o yoxdursa, yəni məqsədində həm pul qazanmaq, həm də bu pulu vasitə olaraq istifadə edib da ki, ailənlə keyfiyyətli vaxt keçirməkdirsə, övladıma təhsil verməkdirsə, ehtiyacları yardım etməkdirsə, bu yaxşıdır artıq. İki tərəflidir. Yəni, iki boşluğu doldurur artıq bu məqsəd. Elədirmi? Necə müəyyən olmalıdır məqsəd? Bilmirəm. İnanın ki, bilmirəm. Belə bir şey, ümumiyyətlə, bunun bir düsturu varmı? Sadəcə mən bu videonu çəkməmişdən öncə fikirləşirdim ki, insan bəlli yaşlarında yəni oturub məqsədim nədir deyə fikirləşməməlidir deyə düşünürəm. Çünki bəlli yaş var ki, sən o yaş kateqoriyasında həyatı yaşamalısan. Həyatı yaşamalısan ona görə ki, bəzi təcrübələr baş verir, insanlar görürsən, özün bəzi şeylərə yaşayırsan, özün bəzi şeylərə sınavdan keçirsən və sonradan elə bir ki, o formalaşır məqsəd şəklində ki, oradan mən həyatımda mənə elə gəlir ki, bax, mən də belə olmaq istəyərdim. Bunu da deyə bilmək üçün yaşamaq lazımdır. Yaşamaq üçün də həyatımızın bir nöqtəsində sırf sadəcə axına qapılaraq mənə elə gəlir ki, yaşamaq daha doğrudur deyə düşünürəm. Məsələn, 16-15 yaşında birinin məqsədi nə ola bilər ki? Çox nadir hallarda siz görərsiniz ki, hansısa 16-15 yaşında, 15-16 yaşında ola bilər, gənc məqsədli şəkildə hərəkət edəsin. Xaricdə indi ola bilər, o xariclə əlaqəsi yoxdur. Mən düşünürəm ki, onun yaşadığı mühitlə əlaqəlidir. Bəzilərinin valideyni yoxdur, bəzi insanlar çox çətin bir ailə şəraitində böyüyür deyə onun hədəfli şəkildə artıq addım atmağa başlayır. Deyir ki, mən işləyib gələcəkdə anamı xoşbəxt eləyəcəm, atamı xoşbəxt eləyəcəm, özümü buna alacam, mən kasıb olmayacam. Bəzən uşaqlar bunu da fikirləşə bilirlər. Çox uzaqdan görürəm, məsələyə bilirəm. Sadəcə məqsədin necə müəyyən olması məsələsi
Mənə elə gəlir ki, bu qəlibdə iki şey mütləqdir ki, əgər biz oturub məqsəd müəyyən etməyə çalışırıqsa fiziki olaraq, başa düşməliyik ki, bunun bir fiziki, bir də mənəvi tərəfi var. Çünki biz mənəvi boşluğumuz dolmasa, fiziki məsələlər həll olsa da belə, həyatda özümüzü həmişə yalnız hiss edəcəyik. Həyatda özümüzü həmişə tərki dünya hiss edəcəyik. Yəni belə cəmiyyətə girib sosiallaşa bilməyəcəyik bir nöqtədən sonra. Və pul da bunun qarşısını ala bilməyəcək. Pul da bu boşluğu doldura bilməyəcək. Əgər hədəfimizdə o mənəvi boşluğu doldurmaq yoxdursa, onu müəyyən eləməmişiksə. Kimin məqsədi nədir, kimin hədəfi nədirsə, onu bilmirəm. Onu artıq insan özü müəyyən eləməlidir. Onu kim bilə bilər ki, elədir? Çünki mən inanıram və qəbul edirəm özlüyümdə ki, hər insanın özünün bir həyatında missiyası var. Bir hədəfi, bir məqsədi var. Yəni o məqsədlə gəlib, o missiya ilə gəlib. Sadəcə bəzi insanlar onu tapır, tapmağa çalışır və tapır. Bəzi insanlar isə heç onu axtarıb tapmağa çalışmır və həyatını bəlli bir standartlara salıb elə də yaşayıb, elə də ölür. Ona görə də sizin özünüzün missiyanız nədir? Sizin özünüzün məqsədiniz nədir? Bunu müəyyən etmək üçün düşünürəm ki, həyatınızın müəyyən bir müddətində, müəyyən bir prosesdən sonra, müəyyən bir yaşdan sonra artıq özümüzü başlamalıyıq fərqli yerlərdə yoxlamağa, özümüzü sorğulamağa başlamalıyıq, daxili dünyamıza səyahət etməliyik. Bugün işləyirsiniz, məsəl üçün, özünüzə heç oturub sual vermişsiniz, mən bu maaşı nəyə qazanıram? Və yaxud da, yəni, ailəyə çox adi, elementar bir şey deyəcəm də, övladınıza paltar alırsınız. Paltarı niyə alırsınız? Yəni, mən insanlar tanıyırım, ona görə ki, bahalı paltar almağa çalışır ki, başqasından gerək qalmasın, məqsədi budur. Paltar alır ona görə ki, övladı başqa uşaqlar arasında özünü utanmasın. Bu da bir məqsəddir. İnsan tanıyırım, ona görə ki, deyir ki, övladım özünü yaxşı hiss eləsin. Yəni, aynada baxanda. Siz nəyi niyə edirsiniz? Niyənizi tapmalısınız. Niyənizi tapandan sonra mənə elə gəlir ki, artıq məqsədlər də avtomatik olaraq müəyyən olmuş olacaq. Yəni belə, bu mövzu əslində çox geniş mövzudur. Məqsədin müəyyən olunması mənə elə gəlir ki, bu danışdığımız faktorlardan asılıdır, danışdığımız cür getsə yaxşı olar. Və əlbəttə ki, məqsədlər də uzun və qısa vadəli məqsədlər ola bilər. Yəni, məsəl üçün, mənim əgər məqsədim, tutaq ki, deyirəm, indi hər dəfə bunu deyirəm ki, tutaq ki, 5-6 il sonra müəyyən bir vəzifə var, özümü orada görürəm. Bu mənim qısa vadəli bir məqsədimdir, çünki o mənə xoşbəxtlik gətirəcək deyə fikirləşirəm. Ona görə ki, oradan qazanacağım pul və bu mənə maddi azadlıq verəcək, maddi azadlıq icazə verəcək ki, mənim mənəvi tərəfdən görməli olduğum və görmək istədiyim bəzi işlər var. Pul mənə ona kömək eləyəcək ki, mən o işləri görüm, məsələn. Mən belə fikirləşirəm. Uzun vadəli və qısa vadəli məqsədlər və hədəflər. Siz də onu oturub özünüz üçün müəyyən etməlisiniz. Yəni, bəzən sadəcə olaraq qısa hədəflərdən başlayıb, daha sonra mənə elə gəlir ki, qısa addımlar özü uzun vadəli yolu açacaq insanda ki, mən adamlar tanıyıram ki, çox belə gündəlik həyatına köklənən və gündəlik işlərinə köklənən insanlardır və bir müddətdən sonra adam deyir ki, mən artıq neçə aylarlandır ki, kitab oxuyuram, sadəcə olaraq gündəlik falan qədər kitab oxumaq istəyirdim və mən hədəfimi tapmışam. Mən özümə Instagram səhifəsi açacağam və insanlara kitablarla bağlı öz fikirlərimi paylaşıb fayda verəcəm. O, maraqlı məqsəddir. Qəribə bir şey oldu. Amma məqsədi o deyildi. Özü işin içinə girir, işin içinə girəndən sonra onda bir məqsəd formalaşır. Belə, bəlkə də sualınıza konkret cavab deyil və əminəm ki, sualınıza konkret cavab deyil, amma bu mənim düşüncəmdir, bu mənim fikirlərimdir və ümid edirəm ki, bu qədər də olmuş olsa, bəlkə də sizə faydalı oldu. Çox sağ olun videoya baxdığınız üçün. İnanmıram ki, həqiqətən də inanmıram ki, YouTube üçün mən 6 dəqiqədən, 5 dəqiqədən çox uzun videolar çəkib 19 gündür ki, sizinlə paylaşıram və edit eləmədən ona görə də özümü də təbrik edirəm. Gün olsun, inşallah 100-cü videomu çəkim paylaşım. Axıra qədər baxdıqsa, yazın ki, Kəmal, axıra qədər baxdım. Çox sağ olun baxdığınız üçün. Özünüzü qoruyun və ümid edirəm ki, inşallah hədəfləriniz ali olar. Özünüz kimi. Hələlik.